Amma niyyətlər fərqli olduğuna görə müxtəlif negativ fikirlər səslənir. Mən onları əslində heç qınamıram. Deyirəm Allah onlara hidayət versin. Çünki onlar da yazıb pozurlar da. Amma özləri də bilmir nə yazır, nə pozur, nəyin fişindədir, nəyin dərdindədir. Allah onlara hidayət versin. Bəlkə o yazıda, o başlıqda o bir şeylər qazanır, ona elə gəlir. Ha. Ona elə gəlir ki, bəlkə bir şeylər qazanır. Amma o cür qazanmaq, yəni nadan adamların fikridir. Ancaq onlar o məntiqə, o nəticəyə gələ bilərlər. Mən elə adamları yəni normal qarşılamıram. Sənətindən söz salıb, yaşananları görməzdən gəldi. Sənətin keşiyində duran insanlar var ha. Onlar Allah tərəfindən seçilmiş insanlardır. Onlar o xidməti eləyəcəklər, göstərəcəklər. Kim